Yumurta dietasına mən də qoşuldum, amma tam fərqli şəkildə. Mənə görə gün ərzində yalnız 6 yumurta ilə qidalanmaq düzgün deyil. Deməli, səhər yeməyi üçün 2 ədəd yumurtanı kərə yağında qayğanaq şəklində yedim. Günorta saat 1-də tam şəkərsiz kofe içdim. Kofe adamı tox tutur. Günorta yeməyi üçün isə 2 dəstə spanağı kərə yağında doğrayıb bişirdim və üzərinə yenidən 2 ədəd yumurta əlavə etdim və yanında da 1 ədəd xiyar yedim və axşam yeməyini isə hardasa saat 8-in yarısı yedim. Çünki günorta yeməyini biraz gec yemişdim. Doğrudan yumurta adamı tox tutur və kərə yağında 1 ədəd böyük pomidoru bişirdim. Yəni pomidor yumurta elədim. Üzərinə 2 ədəd yumurta vurdum və axşam yeməyində isə bol göyərti yedim, soğan və vəzəri yedim. 1 dəstə soğan, 1 dəstə vəzəri, yanında da 1 ədəd yenidən xiyar və 1 yemək qaşığı tam yağsız şor da yedim. Gün ərzində də bol su içmişəm və bol yürüyüş etmişəm. Yəni yürüyüşsüz arıqlamaq mümkün deyil. Yalnız diyeta ilə arıqlamaq olmur. Bu birinci günümün diyetası.